6000'den çok könüllüden biri olabildiniz. 4000'den çok könüllünün iştirak ettiği rol təmini geldi ve siz yine həmin mərhələndə uğurla başa vurdunuz. Ama 2000 nəfərdən çox olan siz artıq məkan təminindəsiniz. Gəl özünüzü alın. Deməli dostlar, Formula 1 macəramdan danışmaq istəyirəm sizə. Hansı ki, bütün təlim mərhələlərində çox həyecanlıydım ki, keçə biləcəm, keçə bilməyəcəm. Bildiyiniz üzrə 31.000 nəfər qeydiyyatdan keçmişdi bu il və 31.000 arasından son mərhələyə qədər gələ bilən cəmi 2000 könüllü oldu. Hansı ki, 31.000-in cəmi 16.000-dən çoxu müsahibə mərhələsinə çağırılmışdı. Müsahibə mərhələsini keçəndən sonra 3 mərhələli təlim oldu. Ümumi və rol təlim əsas seçici mərhələ idi. Məkan təliminə keçənlər isə artıq könüllü saya bilərdilər özlərini ki, elə idi. Bu mərhələlərin hamısına çox həyecanlandım. Keçə biləcəmmi, bacara biləcəmmi, eləyə biləcəmmi və s. Amma uğurlu oldu həqiqətən də. Çalışdığım qədər həm ChatGPT ilə məsləhətləşdim ki, nə edə bilərəm, həm özümü dəyərləndirdim ki, necə davranım, amma əslində heç əzbərimi də unutdum, random olaraq davrandım, rahat bir səmimi olmağa çalışdım və məkan təlimi mərhələsindən də keçə bildim. Könüllülüyün öz əyləncəli tərəfi var idi və bundan əlavə könüllülər üçün yaradılmış əyləncə zonaları da çox möhtəşəm idi. Konsert olsun, panzon olsun ya da ümumiyyətlə bulvarın bağlı olması və sadəcə könüllülərin və bileti olan şəxslərin və işçilərin girə bilməsi də ayrı bir xoşbəxt edirdi. İnsan özünü özəl falan hiss edirdi. Neysə, bundan əlavə könüllülük müddətindən danışmaq istəyirəm ki, həqiqətən unudulmaz bir təcrübə idi mənim üçün. Xaricilərlə birbaşa ünsiyyətdə olmaq, həm öz dil bacarıqlarımı inkişaf etdirdim, həm onlarla ünsiyyətdə olub söhbət etmək, yönləndirmək və s. Hər biri də çox pozitiv idi. Həqiqətən də peşman olmadığım bir könüllülük təcrübəsi idi. Onu da qeyd edim ki, günlük hədiyyələr də verdilər bizə. Hansı ki, bu hədiyyələri çox sevdim mən. Biri zaten ən sevdiyim telefonun arkasına yapışdırılan bu necə deyirlər, stand kimi bir şeydir ki, maqnitlə yapışır və həm kartlıq kimi istifadə edə bilirsiniz, həm də məsələn filmə və s. telefonu nəyəsə baxanda telefonun sabit durması üçün istifadə olunur. Mən zaten bunu almaq istəyirdim. Amma bir türlü puluma qıya bilmirdim. Heç qiymətdən də xəbərim yoxdur. Bəlkə də ucuzluq bir şeydi, amma yenə də sevindim. Çünki həqiqətən istədiyim bir şeydi. Bundan əlavə təlimlərdə, daha doğrusu intellektual yarışda iştirak eləmişdim. Könüllülük başlamadan öncə. Orada da komandan birinci yer tutmuşdu. Orada da mənə lazım olan bir şey gəldi ki, suyun altında telefonu qoyacaq o qoruyucu kimi bir şey. Ona da ehtiyacım var idi. Yəni bu il hədiyyələrdən qayət məmnunam. Yəni həqiqətən mənə lazım olan hədiyyələr verildi. Daha sonra nə verildi? 2 bilet verildi. Biri anima konsertinə idi, biri də digərinə. Animaya özüm getdim, amma axıra kimi qala bilmədim əsas məqama kimi. Digərini də bir tanışma verdim, özüm gedə bilmədim deyə. Yəni belə, məncə bütün hədiyyələr möhtəşəm idi. Bir dənə lazımsız hədiyyə var idi. Yəni mən elə düşünürəm, ən azından plonkaydı, yağışdan qorunmaq üçün. Məncə o gərəksiz idi, amma eyb yoxdur. Yenə də qınamıram. Bu arada komanda yoldaşlarımın da hər biri çox tatlış insanlar idi. Həqiqətən çox sevdim. Hər türlü, hər halükarda çox maraqlı bir vaxt oldu həqiqətən mənim üçün. Əlavə olaraq da yemək olaraq bizə hindi verilirdi. Böyük ehtimalla bir də varlı olan da yeyəcəm. Ona görə də tadını çıxardım. Sizə axşam yazacağım. Birinci qrupu da belə yola salmışam. İndi sizinlə bir yerdə gedəcəm. Belə deyim, halallıqla biz basırıq bayraq. Burada artıq sonuncu günüydü və gedirdik biz burada panzona əylənməyə. Konsert var idi, kapanış konserti kimi bir şeydi. Son günümüzü də belə keçdim.
rəsmi aparıcısı olan Renar Şəmsiyevə verək. Çok sağ olun. Let's make some noise from DJ Twist and the Donics. Look at the situation they got me facing. I can't live a normal life. I was raised by the street, so I gotta be much television watching got me chasing dreams. I'm an educated fool with money on my mind. Got my tin in my hand and a gleam in my eye. I'm a no doubt gangster, set tripping banker, and my homies is down, so don't arouse my anger. Fool, there ain't nothing but a Burada gecənin bilməm neçə saatında evə qayıdıram. Məni Bakıda ağırlayan deyək, anamın rəfiqəsinə təşəkkürlərimi bildirirəm. Olmasa mən könüllü ola bilməyəcəydim. Çünki axşam gec bitirdi və mən Sumqayıtda qalırdım.